Şərt şəklində olan nümunəni müəyyən edin. Əgər yaxşı çalışsam, nəticəsi də yaxşı olacaq. İndi baxaq görək buradakı şərt şəkildə yoxsa yox. Sözün kökü çalış sözüdür. Çalış sözün köküdürsə, kökün özünə qoşulduğundan dolayı biz sayıya deyəcəyik ki, şərt şəkli. Biri götürəcəyik. İnsandırsa, burada fikir veririk ki, şərt şəkli nəyə artırılır? Feilləri artırılır, düzdürmü? Bu insandırsa, adları artırılıbsa artıq biz onu şərt şəkli kimi götürə bilmərik. Burada hissəcəyidir. İkilər getdi. Əvvəlindən salan olsaydı, əgər bağışa bizi, deməli, olmaq feildir. Olmaq feilinə sasə qoşulubdur. Deməli, ol feilinin özünə, kökünə qoşulub. Kök ya da başlanğıc olma. Kökə, başlanğıc olmaya qoşulan sasə şərt şəklidir. 3-ü götürəcəyik. Oxumasa, nəticə əldə etməyəcək. Oxu sözün köküdür. Oxusa, oxunmasa. Baxmayaraq ki, burada qrammatik şəkilçidən sonra gəlibdir. Amma yeganə şəkilçilərdən biridir ki, qrammatik olmasına baxmayaraq özündən sonra gələn sasə şərt şəkli kimi götürülür. Yəni ki, isə deyil. Nə olsun ki, qrammatikdən sonra gəlibdir. Ma inkardan sonra gələn sada şərt şəklidir. İşləyirsə, iş sözün köküdür. Lə leksik, ır burada zamandır, sada ondan sonra gəlibdir. Qrammatik şəkilçidən sonra gəldiyi üçün bu isə hissəcəkdir. Yəni, bir sözdə 2 dənə şəkilçisi olmaz. Burada ır zamandır, sa isə hissəcəkdir. Ona görə də bu götürülə bilməz. Cavab olacaq 1, 3, 4 A variantı. 75-ci sualda hansı cümlədə qarşılıq növdə həm də vacib şəklində olan feil istənilir? Həm fikir veririk ki, 2 dənə şərtimiz var. Həm feilin qarşılıq növdə olmağını tapmalıyıq, həm də vacib şəklində olmağını. Bayramda bütün küsürlər barışmalıdırlar. Bəli, burada vacib şəkli var. Amma sözün kökünə baxaq. Sözün kökü bar deyil ki, barışdır. Hanı bunun ış şəkilçisi, hanı bunun şı şəkilçisi yoxdur. A variantı çıxdı. Döyüşçülər son nəfəsinə qədər vuruşmalıdırlar. Vurmaqdan vuruş, malı, burada qrammatikdir da qrammatik, lar da qrammatik. Vuruşmalıdırlar. Malı məli vacib şəklidir. Nə etmədilər? Vuruşmalıdırlar. Vuruşan zaman da qarşı-qarşıya olursan, ış şəkilçisi də var. Cavab B-dir. O birlərə baxaq. Bu məsələni həll etmək üçün mütləq toplaşmalıyıq. Burada topdan toplamaq, toplamaqdan toplaşmaq. Toplaşanda artıq qarşı-qarşıya olmursan, toplaşan zaman bircə olursan. C variantını ona görə çıxırıq. Çünki burada şərtin ikisi də ödənir, biri ödənmir. O da ki, qarşılıq şəkildə deyil, birgə şəkildədir. Qaydaları uşaqlara yazdırmalıyam. Burada ış şəkilçisi yoxdur, bir mənalı olaraq çıxılır. Şam yaşaması üçün yanmalıdır. Burada da ış şəkilçisi yoxdur deyə çıxır. Cavabımız B variantı. Şuudi keçmiş zamanda olan feili seçmək lazımdır. Evə hamıdan tez getmişdi. Şuudi keçmiş zaman D şəkilçisidir. D üstü 4. İndi baxaq. Hamıdan tez getmişdi. Get sözün köküdür. Mış zamandır. D da hissəcidir. Hardan bilirik? Qrammatik şəkilçidən sonra gəlib. Yəni başlanğıc olmaya qoşulmayıbdır. Burada keçmiş zaman var. Amma nəqli keçmiş zaman var. A getdi. Vaxtında deyirdim ki, bunları təkrar etməyək. Deməkdən deyir idim. İdi, mı da şəxs olmağıdır. Deyirdim. Burada zamandır. Qrammatikdən sonra gəldiyi üçün bu hissəcidir. Etməyək sözündə də ümumiyyətlə zaman şəkilçisi yoxdur. Burada zamanda indiki zamandır. Şuudi keçmiş zaman deyil. Bu hadisələr çox əvvəl baş vermişdi. Ver sözün köküdür. Mış burada zamandır. D da burada hissəcidir. Mışdan sonra gələn hissəcikdir. Ona görə getdi. Başını qaldırdıqda qəflətən dostunu gördü. Aha. Görmək sözün köküdür. D da burada nədir? D da burada zamandır. Çünki kökün özünə artırıldığı üçün cavab D-dir. O bilirdi ki, vətən uğrunda canından keçəndə mərtəbə arzulanmaz. Arzulanar, arzulanmaz. Bu da gələcək zamanda. Getdi. Hansı cümlədəki feillər nəqli keçmiş zaman? Nəqli keçmiş zaman şəkilçiləri ıbdır, bir də mışdır. Baxaq. Bir səhər yuxudan durub özünü uşaq görəsən. Aha, demişdi, bu necə fərqləndirir? Ib feili bağlama da ola bilirdi, nəqli keçmiş zamanda. Bir səhər yuxudan duraraq özünü uşaq görəsən. Ib burada araqla əvəzlənə bilir. Əsas feilimiz, yəni təsviflənən feil deyil. Və hadisələrin davamı var. Buradakı araq, yəni durub, duraraq feili bağlama şəkilçisidir. Bir getdi. Vətən torpağını vətənsizlər satıb və yaxud da ki satıbdır.
Təsvirlənən feildirsə biz onu dır artıra bilirik. Satıb, bir də satıbdır. Götürəcəyik biz 2-ni. Həm də nöqtə qoyulubdur özündən sonra. Fikir bitibdir. 2. Böyük nizamilər yaratdı bəlkə. Dı şudi keçmiş zamandır. 3-lər də getdi. 1 getdi. 3 də getdi. Bütün döşəmələr silinib təmizlənmişdi. Silinərək təmizləndi. Feili bağlama. Bu məqalə məcburi olaraq çap etdirilmişdi. Etməkdən, etdirmək, ılda leksik, mış zamandır, hissəcidir. Çünki buradakı mış şəkilçisi başlanğıc formaya artırılıbdır. D isə qrammatikdən sonra gəlibdir, hissəcidir. Ona görə cavabımız burada 2, 5'dir. Deyir ki, cümlələrdən birində xəbərin feili lazım şəklindədir. Lazım şəklin şəkilçisi asıl. Taxıl tezliklə biçilməlidir. Lazım şəklində malıməli deyil. Asıdır. Qonaqları gərəksən qarşılayasan. Qarşıdan, qarşılamaq, yayə, aə, san. Aə, arzu şəklidir. Gərək bundan sonra heç nə unutmayasan. Unutdu, mamə, inkardır. Unutmayasınız. Burada ası deyil ha. Adı, sınız şəxs sonluğudur. Arzudur bu da. Hamı metronun girişində gözləsin. Göz sözün kökü lə leksik gözləsin. Mən gözləyim, sən gözlə, o gözləsin. Şəxs sonluq əmr şəklidir bu. Məzmunundan da hiss olunur. Sənədlər bugün təsdiq olunmasıdır. O sözün kökü olunmaq asıdır. Burada ası şəkilçisi var deyə lazım şəklidir. Cavab Y. Sonuncu. Hansı cümlədə vacib şəklində olan feil var? Yəni ki, burada malı məli var. Malının amonimini də bayaq vurğuladıq. Uşaq düyməli paltar geyinmişdi. Necə paltar? Bəli, deyəcəksiniz ki, ümumiyyətlə necə sualına cavab verməklə artıq bilinir ki, bu vacib şəkli deyil. Amma ya bu feili sifətdir, ya da ki sifətdir. Düy sözündən düymə yaranır, leksik. Düymədən düyməli, yəni düyməsi olan paltar. Düyməli paltar, düyməsi olan paltar. Burada düymə ismi var axı. Həmin ismə də l artırmaqla sifət yaranıbdır. Bu getdi. Mağazadan oxunmalı kitab almışam. Necə kitab almışam? Oxunmalı kitab. Necə sualına cavab verirsə, B də getdi. Abituriyentlər imtahana yaxşı hazırlaşmalıdır. Nə etməlidir? Hazırlaşmalıdır. Hazırlaşmaq malıdır. Nə etməlidir? Artıq cavabımız bəlli oldu ki, Azərbaycanın gəzməli, görməli yerləri çoxdur. Necə yerləri? Gəzməli yerlər. Necə yerləri? Görməli yerləri. Bu da getdi. Çünki feili sifətdir. Dondurmalı tort. Dilimizdə dondurma ismi var faktiki olaraq. Donmaqdan dondur, dondurdan dondurma yaranır. Dondurmalı tort. Yəni üstündə dondurması olan tort. Bunu belə fərqləndiririk ki, sifət olanda biz onu olanla əvəz eləyə bilirik. Dondurmalı tort, dondurması olan tort. Düyməli paltar, düyməsi olan paltar. Çəkməli pişik, çəkməsi olan pişik. Bu formada. Cavabımız deməli burada C variantıdır.